Hər vaxtınız xeyir, bugün olan xəbərlərlə tanış olun. Cəbhədə gərgin vəziyyət davam edir. Ötən gecə erməni silahlı bölmələri atəşkəsi pozaraq milli ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. İtki yoxdur. Atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub. Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət ediblər. Artıq xeyli Türkiyə vətəndaşı tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin qurumunun rəsmi internet saytına müraciətlər daxil olmaqdadır. Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilir, Azərbaycan dövlətinə dəstək ifadə olunur. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşməyə şərait yaradılmasını istəyirlər. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiq edib. Nazirlikdən həmçinin bildiriblər ki, Türkiyənin Milli Müdafiə Naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, Ordu generalı Nəcət Özəl, qoşun komandanları da Azərbaycanın Müdafiə Naziri General Polkovnik Zakir Əsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb şəhid olan əskərlərlə bağlı Müdafiə Nazirinə və Azərbaycan xalqına baş sağlığı verib. Azərbaycana öz dəstəklərini ifadə ediblər. Amerika Birləşmiş Ştatları İraqın yeni baş naziri Heydər Əl-Abdini mümkün qədər tez yeni hökumət formalaşdırmağa çağırıb. Bu barədə Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry Sidneydə keçirdiyi mətbuat konfransında deyib. Onun fikrincə yeni İraq hökuməti İslam dövləti qruplaşması ilə mübarizədə qətiyyət göstərməli və öz tərkibində ölkənin bütün əsas dini və milli icmalarını əks etdirməlidir. Kerry Vaşinqtonun İraqa verdiyi dəstəyi genişləndirməyə hazır olduğunu da vurğulayıb. O həmçinin əlavə edib ki, Amerika Birləşmiş Ştatları qoşunları İraqa qaytarmayacaq. Amerika Birləşmiş Ştatları dövlət katibi İraq kürdlərinin ayrı dövlət yaratmaq təşəbbüsünə Vaşinqton tərəfindən dəstək verməsi barədə sualı cavablandırıb. Stat: "Biz həmişə İraqın bütövlüyünü dəstəkləmişik və indi də dəstəkləyirik." Statın sonu. Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Sizin xalq tərəfindən seçilmiş ilk Türkiyə prezidenti olmanızla dövlətiniz tarixində yeni dönəmin başlanacağı qoyuldu. Əminəm ki, Türkiyənin 12-ci prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərin gücləndirilməsi yolunda gözləniləcək işləri daha da möhkəmləndirəcək" deyə Allahşükür Paşazadə vurğuladı. Hava haqqında məlumatla davam edirəm. Bakıda və Abşeron yarımadasında bugün və sabah hava şəraiti dəyişkən, buludlu, tutqun, axşama doğru yarımadanın bəzi yerlərində əsasən az çiskinli olacaq. Havanın hərarəti 26-29 dərəcə arası dəyişəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti isə 24-26 dərəcə arası dəyişir.